Alyona Əliyeva. Alyona Əliyeva. Alyona Əliyeva. Alyona Əliyeva. Hara baxıram, hər yerdə bir söyüş var. Bütün cəmiyyətimizdəki qadınların hər zaman dəstəkçisiyəm. Eyni şəkildə də Alyona xanım Əliyevanın. Çünki onun gördüyü işlərin şahidiyik. Onun insanlarla rəftarı, sevgisi, gülərüzlüyü. Bu nəyə desəz dəyər. Mən şəxsən Alyona Əliyevanı dəstəkləyirəm. Soruşsaz niyə? Çox rahat cavab verə biləcəm. Çünki mən o insanı şəxsi tanıyıram. Bir insanın sözlə, münasibətlə, hər hansı bir davranışla sındırmağa çalışması bu güc deyil. Bu sadəcə bir vicdansızlıqdır. Gəlin bunu qəbul edin. Bu sözləri dilə gətirməyimin səbəbi həm də Alyona Əliyevaya dəstəyimi bildirməkdir. Özə bu söyüş söyməkdə valla bizim millətə xas hərəkət deyil. Bilmirəm, indi bilirsiniz yoxsa yox, bu ilə bağlı bir qanun da qəbul olundu. İctimai yerlərdə etikaya zidd hərəkət edənlər, söyüş söyənlər cərimə olunacaq. Çünki bugün bir Azərbaycan qadını, 2 uşaq anası bu cür təzyiqlərə məruz qalırsa, bizim birlik olmaq zamanımızdır. Düşünürəm ki, Alyona Əliyevanın paylaşımları, onun etdiyi xeyirxah yardımlar hər birimizi ilhamlandırır. Onu mən dəstəkləyirəm, ona bir daha təşəkkürümü bildirirəm. Autizmli və talasimiyalı uşaqların olduğu mərkəzə getməsi, ehtiyacı olan insanlarla bağlı paylaşımlar etməsi, ağac əkmə aksiyalarında iştirakı kimi yaxşı işləri də olub. Son zamanlar Alyona Əliyevanın cəmiyyət üçün gördüyü işləri təqdirə layiq hesab edirəm və dəstəkləyirəm və geyim tərzini çox bəyənirəm. Bu arada polonun yaxasını pencəyin üzərinə çıxartma detayını çox bəyənmişdim.